Belə bir gözəl yerdə gecələmişəm. Ancaq tək burada qalmamışam. Bir neçə yeri gəzmişəm. Dəqiq desəm 3-4 yeri gəzmişəm. Orada ofisim də var o daha. Söğüdün altında. Dəhşət dumanlı şeydir. Mən şükürlü insanam. No, yani belə zəifçilik olmamışdı. Bunu inan evə qayıtmaq olmaz. Bunlar da ələ gəlmir yazığından. Dünənlər axşam saat 6-dan axşam çayı, hava şəhər qarışmamışdan yer yurd olmuşam. Ocağımın yerini görə bilərsiniz orada. Səhər 8-in yarısıdır. Dədimin dədəmin görüb tutduğum bu olub. Havada duman. Dumanda adətən iri balıq falan oraya tutmuşam. Yəni olub təcrübəmdə. Yoxdur nəsə. Allah balığınızı yetirsin.